Salam hörmətli izləyicilər. Bildiyiniz kimi 2-ci Dünya müharibəsi 1939-cu sentyabr ayının 1-də başladı. Faşist Almaniyası Polşaya hücum elədi. Məhz bununla da 2-ci Dünya müharibəsi başladı. Bu müharibədən 3 ay sonra Sovet İttifaqı ilə Finlandiya arasında müharibə başladı. Bu müharibəyə deməli tarixdə qış müharibəsi də deyilir. Çünki qış ayında başlamış bir müharibə idi. Bu müharibənin səbəbləri çoxdur. Səbəblərindən biri o dövrdə artıq Finlandiya NATO-ya müraciət eləmişdi ki, ərcə ilə NATO-nun üzvü olsun. Sovet İttifaqı isə istəmirdi ki, onun sərhədində NATO-nun üzvü olan bir dövlət olsun. Və bildiyiniz kimi Finlandiya ilə SSR-nin arasında olan məsafə 32 kilometr idi və Leningrad şəhəri idi. Yəni Finlandiyaya çox yaxın olan. Və beləliklə də Sovet İttifaqı, Sovet hökuməti Finlandiyaya müraciət etdi ki, torpaq sahələrinin mübadiləsi, dəyişməsi nəticəsində bunlar razılığa gəlsinlər. Yəni istəyirdi ki, Sovet İttifaqı deməli Finlandiyadan sərhəddi daha uzaqda olsun və Leningradın təhlükəsizliyini daha da yaxşı təmin etmiş olsun. Lakin bu deməli müraciətə Finlandiya bir əhəmiyyət vermədi, razı olmadı, torpaq mübadiləsinə də razı olmadı. Hətta Sovet İttifaqı 2 qat ona torpaq təklif edirdi, amma Finlandiya razı olmadı və beləliklə 30 noyabrda müharibə başladı. Bərbaşdan deyim ki, bu müharibə deməli 105 gün davam elədi. Deməli 13 mart 1940-cı ildə Moskvada müqavilə imzalandı. Bu müqavilə nəticəsində Finlandiya öz ərazisinin 11%-ni itirdi, iqtisadiyyatın isə 30%-i Sovet İttifaqına keçdi. Bu müharibədə deməli Finlandiya ordusu böyük cəsarət göstərdilər. Sovet tərəfi fikirləşirdi ki, 2-3 həftə ərzində Finlandiyanı tamamilə tutacaqdı və Stalinə bir hədiyyə olacaqdı. Bildiyiniz kimi dekabrın 21-də Stalinin 60 illik yubileyi olmalı idi. Yəni Sovet İttifaqı Finlandiyanı tuta bilmədi və Stalinə də 60 illik yubileyinə bunu hədiyyə elə bilmədi. Və beləliklə də bu müharibə Finlandiyanın güclü olduğunu göstərdi. Deməli, kiçicik ərazi itirsə də, belə ki, bu müharibədə deməli Sovet İttifaqı tərəfindən 126 min nəfər əsgər və zabit həlak oldu. 246 mindən çox isə deməli yaralandılar və kontuziya aldılar. Və Finlandiya tərəfdən isə cüzi itkilər oldu və burada Sovet İttifaqının bir daha zəif olduğu üzə çıxdı və Hitler Almaniyası da bundan istifadə eləyərək 41-ci il 22 iyunda Sovet İttifaqına hücum elədi. Çox sağ olun, kanalıma abunə olmağı unutmayın.